Salam əziz izləyicilər, mən Fizika Akademinin Kimya üzrə təlimçisi Fatimə Həşimova. Bugün sizinlə kimyadan bir neçə sualın izahına nəzər yetirəcəyik. Dərslərimiz haqqında ətraflı məlumat üçün 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Birinci sualımız, X və Y maddələrinin molyar kütlələri arasında münasibət hansı halda doğru verilmişdir? Deməli, biz qrafikə nəzər yetiririk. Grafikdə Y-in 0,5 molu görürük ki, 20 qramdır. 0,5 mol Y 20 qramdırsa, mol Y-in kütləsi 20 qramdırsa, 1 mol Y-in kütləsi nə qədər olar? Yəni, molyar kütləyə bərabər olar. O da eləyəcək 40 qram. Yəni, 1 mol Y molyar kütləsi 40-a bərabərdir. Qram bölünsün mol da əslində var idi. Bəs X-a nəzər yetirsək, X-in də 0,5 molu 60 qramdır. 0,5 mol X deməli 60 qramdırsa, 1 molu isə uyğun olaraq 120-yə bərabər olacaq. Buradan görürük ki, Y-in kütləsi X-dan 3 dəfə azdır. Yəni, X bərabərdir 3Y ifadəsi bizə düzgün cavabı verəcək. O da A variantına uyğundur. İkinci suala nəzər yetirək. Maddə verilib X2O3, atom sayı 0,5 Na. 0,5 Na-nın kütləsini isə cədvəldə 16 qram verib. Bəs bu maddədə nə qədər atom var? 2X, 3 oksigen. Cəmi 5 Na qədər atom var. Həm 5 Na-ya uyğun olan miqdar isə molyar kütlə, yəni maddənin emeri olar da. Molyar kütlənin də buradan 160 olduğunu alırıq. Yəni X2O3-ün molyar kütləsi 160-dır. Yəni 2x üstə gəl 3 vur 16 bərabərdir 160-a. Buradan da 2x üstə gəl 48 160-a bərabərdirsə, 2x bərabər olur 112-yə, x də bərabərdir 56-ya. Hansı elementdir bu? Dəmir elementidir. Bizdən amma sadəcə nisbi atom kütləsini istəyir, hansı element olduğunu istəmir. Y variantı 56 sualımızın düzgün cavabı olacaqdır. Siz də hər hansı bir mövzuya aid video izah istəyirsinizsə, rəy bölməsində bunu bildirməyi unutmayın. Növbəti izahlarda görüşənədək. Hələlik.